Allah'tan bir neçə şey istəyir İmam Səccad əleyhissalam və buyurur ki, və tibil muxaləqə, gözəl əxlaqa sahib olmağı səndən istəyirəm. Gözəl əxlaq etiket demək deyil. İnsanlarla gülər üz danışmaq, bəzi dünyanın müxtəlif ölkələrində var, müəyyən etiketlər var ki, davranış qaydaları var ki, onlara əməl edənlər əxlaqlı sayılır. Amma İslamda əxlaq daha dərin bir anlayışdır. Yalnız salam verib hal-əhval tutmaq əxlaq demək deyil, daha dərin köklü bir anlayışdır. İslamda gözəl əxlaqa sahib olmaq, deyərdim ki, ən mühüm məsələlərdən biridir. Allah Peyğəmbərini də çox şeylə tərif eləyə bilərdi də Quranda. Peyğəmbərin müxtəlif cəhətlərdən tərif eləmək olardı. Allah görün nəyi seçib. Buyurub, innəkə lə'alə xuluqin azim. Sən böyük əxlaq sahibisən. Yəni, əxlaqını tərif eləyib Peyğəmbərin. Deməli, insanın dəyəri onun əxlaqındadır. Onun gözəl əxlaqa sahib olmasındadır. Hədisdir bu. Buyurur ki, bir bəndə əxlaqı vasitəsilə ən uca mənzillərə çatar. İbadətləri az da olsa, xoş əxlaq olar, cəmaatla mehriban olar, cəmaata qarşı mərhəmətli olar. Allah onu ən uca dərəcələrə çatdırar, çox namaz qılıb, çox oruç tutmasa belə. Müstəhəbdən söhbət gedir. Vacib öz yerində vacibdir. Da bu bir mənalıdır ki, vaciblər vacibdir. O qılınmalıdır, yerinə yetirilməlidir. Müstəhəbdən söhbət gedir. Adam var ki, mən tanıyıram da bir neçə dənə. Dua oxumaq, əzadarlıq filan, bütün bu şeylərə diqqət eləyir, amma elementar davranışına diqqət eləyə bilmir, elementar məsələlərə fikir vermir. Çox kobud, qaba, sərt, qaşqabaqlı insanlarla acı davranan bəzi inanclı, dindar insanlar görürük ki, dua məclislərində hamıdan bərk ağlayırlar. İbadət məsələsində hamıdan daha ciddidirlər. Amma kobud, tünd əxlaqı olan insanlardır ki, o ibadət onları bir yerə çatdırmaz. O ibadət, çünki ibadətin bütün məqsədi insanı xoş əxlaqa sahib eləməkdir. İnsanın üzündə mərhəmət izi olmalıdır. İnsan mehriban olmalıdır. İnsan ürəyində başqalarına qarşı məhəbbət olmalıdır. Qaba, sərt xasiyyətli insanların ibadəti nə qədər nizamlı olsa da onları bir yerə çatdıra bilməz. Hədis də bunu buyurur. Buyurur, az ibadət eləyir adam var, amma özü ilə məşğuldur. Özü ilə məşğuldur. Öz eyiblərini axtarır, tapır, pis xüsusiyyətlərini tapır, onlarla mübarizə aparır. Sən elə bilirsən bu az ibadət edir. Amma özü ilə məşğuldur. Əbu Zərin deyir, ən çox ibadəti təfəkkür idi, düşünür, bütün günü düşünür ki, mən niyə filan əməl elədim? Niyə mənim içimdə bu xasiyyət var? Necə mən bununla mübarizə aparım? Görürsən ki, daha çox çəkinməklə məşğuldur. Hansısa günahlardan çəkinməklə. Amma o biri, o namaz, bu namaz, o dua, bu ziyarət, amma özündən xəbər yoxdur. İçində nə baş verir, xəbəri yoxdur onun. Ona görə bu ibadət onu bir yerə çatdırmır. Amma özü ilə məşğul olan insan az da ibadət eləsə çox nəticə əldə eləyər. Az ibadət eləsə də çox nəticə əldə eləyər. Əkməlül müminin imanən əhsənuhum xulqən. Peyğəmbərdəndir bu hədis. Buyurur, iman cəhətindən kamil olan möminlər o möminlərdir ki, gözəl əxlaqları var. Nə qədər əxlaq yüksəkdir, bir o qədər iman kamildir. İman əxlaqla əlaqəli bir kateqoriyadır. İmanla əxlaq bir-birinə bağlıdır. Bir qadını təriflədilər Peyğəmbərin yanında. Ya Rəsulallah, gecə namazını belə qılır. Gündə oruç tutur. İbadətlə məşğuldur. Amma danışdılar, bəlli oldu ki, qonşulara qarşı kobud rəftar var. Pis rəftardır, kobud əxlaqı var, sərt adamdır. Peyğəmbər buyurdu ki, la xeyrə fiha, hiyə min əhlin nar. O arvadda heç bir xeyir yoxdur, o cəhənnəm əhlindəndir. Namazla insana qiymət vermirlər, orucla qiymət vermirlər. Hərçənd vacib namaz qılınmalıdır, oruç tutulmalıdır. Amma nə üçündür?
Bir adam ki bu qədər ibadət eləyib qonşusu ilə yola gedə bilmirsə, onun ibadətinin nəticəsi budur. Ona görə deyir, onun namazına, orucuna baxmayın. Baxın, namaz bunu hansı səviyyəyə çatdırıb. Qiyamətdə Allahın qabağında dayananda elə bilirsiniz, bizim namazlarımızı sayacaqlar. Məsələn, kim çox namaz qılıb birinci zərgədə olacaq, kim az qılıb arxada, xeyr. Bilirsiniz, nə meyarla qiymət verəcəklər? Bütün bu qədər namazdan, orucdan, həcdən, zəkatdan, xumsdan, bütün bu əməllərdən sonra nə oldun, hara gəldin, çatdın, kim oldun, nə dərəcəyə çatdın? Yaxşı, bu qədər namaz sonra nəticə nədir? Nəticədə bu namaz səni nə eləyə bildi, hara çatdıra bildi, hansı dərəcəyə çatdın? Vaciblərə əməl eləməkdən sonra heç bir şey gözəl əxlaq, xoş davranış qədər dəyərli deyil Allahın yanında. Ona görə deyirlər, qiyamətdə mizan qurulacaq, əməllərin mizanı. Mizana qoyulacaq ən ağır şey xoş əxlaqdır. İnsanın gözəl əxlaqa sahib olmasıdır. Qiyamətdə insanları əxlaq meyarları ilə ölçəcəklər. Allah yolunda Məaz şəhid olmuşdu. Onu torpağa qoyanda anası dedi ki, xoş mənim oğlumun halına ki, Peyğəmbər özü onu qəbrə qoyur. Peyğəmbər buyurur ki, mən gəlmişdim onu təşhid cənazəsinə, mələklərin əlindən tərpənmək olmurdu Peyğəmbərin hörmətinə, mələklər yerə enmişdi. Peyğəmbər özü girir, onu qəbrə qoyur. Ana da baxır, deyir, xoş halına, o belə dərəcəyə çatdı. Peyğəmbər buyurur ki, sakit ol, qəbir onu elə sıxdı ki, onun ağrısını mən eşitdim, hiss elədim. Nəyə görə? Buyurur ki, ailəsinə qarşı kobud davranırdı, xanımını incidirdi, həyat yoldaşını incidirdi, evdə kobud əxlaqa malik idi. Allah yolunda qan tökülürsə belə meyar axırda insanın əxlaqıdır, xoş əxlaqa çatmasıdır. Bütün müstəhəbbi namazlardan, müstəhəbbi oruclardan üstün hədislərdə buyurulur, insanın gözəl əxlaqa sahib olmasıdır. Və kobud əxlaq budur ki, insan hədisdə var, əxlaqını düzəltməsə, tövbə qismət olmayacaq o adama. Və sərt adam, kobud adam, bədəxlaq adam əgər tövbə də eləyərsə təzdən başqa günaha düşəcək. Bir günahdan qutarıb başqasına düşəcək. Çünki içi xarabdır, içini düzəldə bilməyib. Əsas daxili islah eləməkdir. Kobud əxlaqın bir xüsusiyyəti də budur ki, ruzunu azaldar. Kobud adamın ruzusu az olar. İstisna hallar ola bilər. Başqa nəyəsə görə Allah ruzu versin. Amma kobud əxlaqın birbaşa təsiri ruzunun azalmasıdır. İnsanın geniş ürəkli olması. Quranda Allah Yusuf əleyhissalamla danışır. Həzrəti Yusufə qardaşları nələr eləmədi ki, öldürməyəcən hazır idilər. Amma Həzrəti Yusuf qüdrət taxtında oturub, qardaşlar onun qabağında dayanıb başı aşağı xəcalətdən nəinki üzlərinə vurmadı. Dedi, la təsribə aleykumul yevm. Sizin üçün bugün heç bir qınanc yeri yoxdur. Sizi qınayan olmayacaq. Atası ilə danışanda Quranda baxın Yusufun qissəsinə. Deyir, elə ki şeytan qardaşlarımı azdırdı. Demir, qardaşlarım bu işi gördü. O qədər gözəl sözlər seçir ki, şeytan elədi bunu. Şeytan qardaşlarımla mənim aramda ayrılıq saldı. Onları günahlandıran kəlmə işlətmir. Bu bir və axırıncı xüsusiyyət ki, bugün deyəcək, o da budur ki, və səbqi iləl fəzilə. Buyurur ki, ilahi səndən istəyirəm ki, fəzilətli işə tələsənlərdən olum, öndə olum. Bəzi işlər var ki, tələsmək lazımdır. Amma fəzilətlər belədir ki, deyiblər fəzilətlərə tələsün. Əməldə 3 şey olmalıdır ki, dəyərli olsun. Bir, tələsəsən, tez eləyəsən əməli. İkincisi, eləyəndən sonra kiçik sayasan, bir də gizli saxlayasan. Fəzilətlərdə bir-birinizlə yarışın. Quran buyurur, yusari'unə fil xeyrat. Xeyir işlərdə yarışarlar, bir-birini qabaqlamağa çalışarlar. İndi də bizim yaşadığımız cəmiyyətdə yarış var, amma başqa şeydədir yarış. Biz yaşadığımız cəmiyyətdə evin böyüklüyündə yarışır adamlar bir-biri ilə. Baxır, görsün ki, qonşunun evi nə boydadır, mənimki nə boydadır. Dostun əlində hansı telefondur, məndə hansıdır. Onun maşını necədir, mənim maşınım necədir. Onun paltarı necədir. Bu yarış bu məsələlərdədir. Dəyərlər sistemi fərqlidir. Amma ilahi dəyərlər sistemində yarışın deyir, xeyir işlərdə yarışın. Bir-birinizi qabaqlayın fəzilətli əməllərdə. Kitab oxumaqda bir-birinizlə yarışın.
Gənclər nə qədər kitab oxumusan bir-birinə sual versinlər. Telefonun hansı telefonundan o sualı yox. Buna maraq olsun ki, bu insan, bu şəxsiyyət neçə dənə kitab oxuyub indiyə qədər. Məsələn, 20 yaşında cavan oğlan çox bərbad vəziyyətdədir bu sahədə. Çıxırlar, sorğular keçirdilər, elementar şeylər insanlar bilmir. Öz tarixi ilə bağlı. Belə məsələlərdə yarışsınlar gənclər bir-biri ilə. Yaxşılıq eləməkdə yarışsınlar, fəqirlərə yardım göstərməkdə yarışsınlar, bir-birini qabaqlasınlar. Quran deyir, sari'u, tələsün, xeyir işlərdə tələsün.